Bu gecə sizə 80 ilin ibadətinin savabı yazılacaq. Yəni səviyyəmiz 80 il qalxacaq birdən-birə. Bir ömür qədər. Bu Allahın bizə xüsusi yardımıdır. Bir nəfər alim deyirdi ki, Qədr gecəsi Ramazan ayı olmasaydı, biz bu vəziyyətlə axırımız müsəlman olmazdı. Mümkün deyil. Gəlir axır bir tər yardım eləyir. Birdən-birə 70 ilin ibadəti yazır ki, birdən-birə tutdu əlindən 70 il apardı qabağa. Elə Allaha qurban olasan gərək. Bu gecə xüsusi ziyafətdir. Bu ziyafət süfrəsinin başında İmam Zaman əyləşib. Zamanənin imamı. Tənəzzəlül mələikətü və ruh. Mələklər kimə nazil olur? Qədr surəsində deyirlər vilayət surəsi. Vilayətin adı çəkilmir burada. Soruşdular imamlardan ki, bu necə olur? Vilayət güzüdə nədir? İmamın imaməti, vilayəti. Deyirlər, necə olur? Burada vilayətdən danışılmır. Bir tənəzzəlül mələikətü və ruh var. Qədr gecəsində mələklər dəstə-dəstə nazil olar. Soruşun hamıdan, kimə nazil olur o mələklər? Kimin ruhunda tutum var o mələkləri qəbul eləsin? Bu gecə bütün mələklər imama nazil olur, imamdan gəlir sizləri ziyarət eləməyə. Özdə 3 gecənin 3-ündən biri deyil Qədr gecəsi. Deməyin ki, bu 2 gecə boşdur, yox. 3-ündən biridir də, deyir ki, əsasən ehtimal çoxdur 3-cü gecəyə. 1 ilə 2 zəncirvarı ona hazırlıqdır. Yəni 3 mərhələdir bu. Bunlar hədər olmur, bir-birini tamamlayır. 2 gecə oyaq qaldıqdan sonra 3-cü gecə artıq zirvədir, kulminasiyadır.